Salamlar, sayğılar əziz dostlar. Bu cələsə Berivan ahənginin amuzişinə başlayıram. Notların üzü ilə qopuz üçün not nevisi olub. Bu ahəngidə kökümüz re köküdür. Orta sim və alt simlərimizin kökü tiyunerdə bu halətdədir. Və üst simlər bu halətdədir. Pərdələr iki əvəz olunacaq. Biri mi əvəzinə mi bemol işlənəcək. Münta mi bemolu eləyə bilirik. Bir miqdar pərdəni yendirək miyə tərəf. Hududan yarım sant. Mi bemol ki bu iki pərdənin arasındadır. Burada da təqribən yendirmişik. Bir miqdar miyə yaxın olub. Və fa əvəzinə fa diyez işlənəcək. Si əvəzinə də si bemol. Bəqiyyə pərdələr öz yerindədir. Ölçümüz 4-4'dür. Mizan be mizan. Çalğısını çalıb və amuzişimi verəcəyəm. İcra-i kulli ahəng be surəti ahistə və normal cələsənin axirində olacaq. Keçək əvvəl mizanın tədrisinə. Əvvəl mizanın çalğısı bu halətdədir. Əvvəli sukutla başlayır. O sukutu nəzərdə almırıq. Fa diyezə keçirik birinci barmaqla. Fa diyezdə rastı mizrab. Bir ilə yenirik solda çəp mizrab. Üçüncü barmağı qoyuruq lada rastı mizrab. Bir ilə dubara qalxırıq fa diyezdə mizrabı çəp. Üç ilə səri yenirik lada rastı mizrab. Birinci barmaqla solda çəp mizrab. Dubara solda bir dənə rastı mizrab vururuq və bir miqdar dayanırıq. Aram hərəkəti bu mizanın bu halətdədir. Bu halətdə oldu ki bir miqdar səriyi bu cür olur. Notları olur solfej eləsək. Fa sol la fa la sol sol. Fa sol la fa la sol sol. Keçək ikinci mizana. Çalğısı bu halətdədir.